Ölkəmizdə tikilən yeni çoxmənzilli yaşayış binalarındakı mənzillərin böyük əksəriyyəti şirkət tərəfindən təmirsiz formada satılır. Lakin son illər bəzi tikili şirkətləri satdıqları mənzilləri tam təmir edərək təmirli formada satırlar. Bunun müsbət cəhətlərindən biri ondan ibarətdir ki, şirkət mənzilləri təmir satırsa, artıq mənzilin daxilindəki təmir və tikinti materiallarıyla bağlı bütün məsuliyyət və keyfiyyət və materiallarla bağlı məsuliyyət tikili şirkətin üzərində olur. Lakin əksər binalar təmirsiz mənzillər satdıqlarına görə vətəndaşlar mənzilləri öz istədikləri formada təmir edirlər. Təbii ki, bu vətəndaşın zövqünə uyğun olsa da, lakin tikintidə istifadə olunan hər hansısa bir keyfiyyətsiz tikinti materialları, xüsusən də elektrik naqillərinin keyfiyyətsiz olması gələcəkdə bir çox problemlərə yol açır ki, bu da qısa qapanma səbəbindən mənzillərdə yanğın hadisələri ilə nəticələnir. Başqa bir tərəfdən isə vətəndaşlar mənzilləri təmirsiz formada aldıqları zaman otaqların proyektlərində dəyişiklik edirlər. Bu da binanın daşıyıcı yükünə xələl gətirir. Əksər hallarda mətbəx hissələri otağa çevrilir və mətbəx hol hissələri və ya zalın baş hissəsinə keçiriləndə sanitar qovşaqların və qaz və digər xəttlərin yerlərinin dəyişdirilməsi ilə nəticələnir. Havalandırma sistemi düzgün qurulmadıqda mənzilə qaz sızması baş verir və s. Lakin köhnə tikili binalarda və fərdi yaşayış evlərində satılan mənzillər əksər hallarda təmirli formada satılır. Köhnə tikili binalardakı mənzillərin böyük bir hissəsinin təmiri artıq öz istismar müddətini bitirib və bu cür binalardan mənzil alan şəxslər nəticə etibarilə məcburən yenidən təmir etmiş olurlar. Təbii ki, təmirlə bağlı vətəndaşlar istədikləri usta və yaxud tikinti şirkətlərinə müraciət edə bilirlər. Daha yaxşı olar ki, təmir zamanı təmir işlərini aparan lisenziyalı təmir tikinti şirkətləri olmalıdır ki, gələcəkdə təmirlə bağlı sifarişçilərə qarant verə bilsinlər. Əks halda qısa müddətdən sonra təmirin sıradan çıxması vətəndaşın əlavə pul itikisinə səbəb olur. Qiymətləri nəzərə salsaq, köhnə tikili binalardakı qiymətlər demək olar ki, standart olsa da, lakin bir neçə illər əvvəllər inşa olunmuş yeni çoxmənzilli yaşayış binalarındakı təmirli mənzillərin satış qiymətləri tikilməkdə olan yeni çoxmənzilli yaşayış binalarındakı təmirsiz mənzillərdən daha ucuz qiymətə təklif olunur. Son illər əmlak bazarında baş verən qiymət artımları səbəbindən artıq tikinti şirkətləri tərəfindən təqdim olunan təmirsiz mənzillərin satış qiymətləri kəskin baha, lakin daha əvvəl inşa olunub təhvil verilmiş çoxmənzilli yaşayış binalarındakı təmirli mənzillərin satış qiymətləri isə təmirsiz mənzillərdən daha ucuz qiymətə təklif olunur. Buna əsas səbəb həmin dövrdə əmlak bazarında qiymətlərin aşağı olmasıdır.